Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Quran sevərlər. Biz 5-ci dərsi sona yetirdik. İndi isə bugün 6-cı dərsimizə başlayırıq. Bugünkü öyrənəcəyimiz 4 hərflər bunlardır. Qaf, kəf, ləm, mim. Qaf qalın hərfdir, kəf incə hərfdir, ləm incə hərfdir. Mim isə dodaq hərfi olan incə hərfdir. 4 hərfin hər biri 4 şəkildə yazılır. Birinci qaf sərbəst formada yazılır, sonra başlanğıc formada yazılır, sonra orta formada, sonra isə axırda birləşmiş formada yazılır. Biz bugün sizinlə 4 şəkildə yazılan 4 hərfi öyrəndik. Qaf, kəf, ləm, mim. Sağ olun, gələn dərslərə qədər.